Salam, hər vaxtınız xeyir əziz və dəyərli xanımlar. Yeni gündən yeni bir vlog ilə yenə də qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram və kanalıma dəstək olmaq üçün hələ də kanala abunə deyilsinizsə abunə olmanızı, videonu maksimum dərəcədə bəyənmənizi və video ilə bağlı fikirlərinizi də bildirsəniz çox sevinərəm. Öncədən hər birinizə təşəkkür edirəm. İndi isə keçək vlogumuza. Deməli qızlar, bu vlogda bir neçə günün vlogudur. Ayrı-ayrı günlərdə çəkdiyim videolardır. Hamısını yığdım yenə bir araya, bir vlog şəklinə gətirdim. Yəni telefonumda son qalan videolardır ki, bayramdan öncə çəkdiyim videolardır hamısı. Dediyim kimi ayrı-ayrı günlərdə çəkmişəm və dedim axırı ki, nəhayət ki montaj edim, dedim son videolarda montaj edib paylaşım sizinlə. Telefonum təmizlənsin və inşallah yeni videoları çəkməyə başlayacağım. Və deməli qızlar, burada getmişdim alış-verişə. Evdə təmir gedirdi hələ ki. Və çıxmışkən bir-iki əşyalar da aldım ev üçün. Çox uzağa getməmişdim. Elə Zabratda evimizə yaxınlıqda olan mağazalardan almışam bunları. Manatlıq dükan var idi orada. Oradan aldım. Belə evdə hansı şey ki yoxdur, nəyə ki ehtiyacım var, onları almışdım. Bunu isə Ayxan marketdən almışam. Ayxana da gelmişdim daha sonra. Dediyim kimi mağazaları az gəzmişdim. Bu nədir qızlar? Bu paket çay, necə deyim, və məsələn bir çayniklərim var ki, hansı ki ona setka alıb yerləşdirmək olmur da, ölçüsü ya uyğun gəlmir, ya da ölçü uyğun gəlsə də qapağı bağlanmırdı. Ona görə belə bir şey aldım ki, içinə çayı yığır, lazımı qədər, məsələn 3 qaşıq, 4 qaşıq çayı yığıb ağzını bağlayıb atırsınız dəm çaynikin içinə və elə içinə dəmlənir. Daha sonra da çıxardıb zibil kutusuna atmaq mümkündür və belə qaşıqlar falan aldım evə, 6 çəngəl, 6 qaşıq və bundan olan taxta qaşığım eyni bundan varım idi, sınmışdı, yenisini aldım. Daha sonra belə oğlumun dolabı üçün altılı asılqan almışam belə. Daha sonra yenə də bunu da Ayxandan almışam, 3 manat neçə qəpik idisə. Belə yığacam, plastik qabım yox idi balaca. Var, yəni bu daha rahat gəldi mənə, dedim elə bunu alım. Rəngi də sarı, sevdiyim rəngdə, görən kimi xoşum gəldi. Daha sonra belə bir padnos almışdım. Balaca padnoslara çox ehtiyacım olur. Məsələn buzluğa neysə qoymaq üçün, dondurmaq üçün və belə, yəni çay verəndə aşağıda yoldaşım işləyəndə ona çay aparmaq üçün balaca padnoslara ehtiyac olur və belə bir kavralit aldım, ayaq soyunulan üçün, yəni prixoja üçün. Xalça istəmədim, belə kavralit aldım. Orada bizdə kafirdir, altı da bunun türklər demiş belə kaymazdı, sürüşən deyil. Ona görə də belə prixojun ölçüsündə belə kavralit aldım. Daha sonra biraz da qida bölməsindən bir-iki şey aldım, qoğal falan, şirinyat. Ayxanı bilmirəm eşitmisiniz ya yox, Zabratda yaşayanlar bilər. Çox böyük bir marketdir, orada da hər şey, yəni yoxdur da, hər şey tapmaq mümkündür. Bunların da hamısı orada isti-isti pişirilib satılır. Qoğalda, keksdə, xaçapuridə olan hamısını belə bir bölmə var, orada isti-isti pişirilib satılır, oradan aldım. Bir qarğıdalı konserv aldım salat üçün. Bir də belə bir kutaplıq lavaş aldım. Bunu tez-tez alırıq. Ya lahmacun hazırlayıram, ya da ki məsələn kutab hazırlayıram ondan. Uşaqlar sevir deyə. Demək olar ki, hər alış-verişdə alıram onu. Və Ayxanın qeyri-qida bölməsinə girmişdim. Oradan əsaslı belə o kavralitə görə getmişdim əslində və bunları da gördüm, aldım. Yəni qonaq qarşısına qoymaq üçün görkəmli qablarım yox idi. Yəni var idi, amma yəni elə gözəl deyildilər. Ona görə dedim heç olmayı bir-iki dənə qonaq falan gələndə qablarım, görkəmli qabım olsun deyə bir-iki dənə də belə bir əşya aldım.
Qab-qacaq aldım daha doğrusu. 2 dənə almadım bunu. Elə birini aldım çünki yəni konfet qabı kimi dedim biri bəs edər. Qiyməti də burada üstündədir. Nə 26 manat idi yoxsa 28 manat belə bu civarda idi qiyməti. Xoşum gəldi. Elə bir dənə bundan aldım. Ümumiyyətcə son vaxtlar nədirsə qızılı detaylarla olan əşyaları daha çox sevirəm və nədənsə qızılı qab-qacaq falan ümumiyyətcə nəysə görəndə məni cəlb eləyir. Almaq istəyirəm və belə 2 dənə də belə bir, buna nə deyim bilmirəm. Şirniyyat qabıdır demək olar buna. Çərəzlikdir demək olar. Nə böyükdür, nə balacadır, orta boyda. Bunu da yenə də bunun bir başqa qabını 4 günc qonşum hədiyyə etmişdi mənə 8 martda və ona uyğun aldım ki, naxışları uyğun gəlsin. Belə qıraqları qaşdı. Bunun da qiyməti səhv etmirəmsə 13 manat idi. 2 ədəd aldım bundan. Görünüşü də, ölçüsü də xoşuma gəldi. Bu isə dediyim həmən o qonşumun mənə hədiyyə etdiyi şirniyyat qabıdır. Elə yəni bunu hədiyyə edəndən sonra həvəslənib digərlərini aldım ki, uyğun gəlsin. Bunun da qıraqları eyni bunlar kimi bu qaşlıdır. Nəsə bənzərlik var idi deyə aldım. Belə bayramlarda çay süfrələn, qonaq falan gələndə istifadə etmək üçün. Belə konfet qabını da qızılı detallarla götürdüm ki, uyğun gəlsin. Və əsas getməyimin əsas səbəbi isə bu pərdələr idi. Bir neçə gün öncə pərdələri gedib sifariş verdim. Qonaq otağımızdakı pərdələri dəyişmək istirdim neçə vaxtı. Nəsə xoşum gəlmirdi. Düzdür almışdım onu, amma nəsə uyğun gəlmirdi evin yanındakı dekorlar falan rəngi uyğun gəlmədiyinə görə. Belə getdim, sadəsini aldım. Bu da çox xoşuma gəldi və 2 pəncərəlik sifariş etdim və həmən günündə verdim ki, tikilsin. O da bayram ərəfəsinə düşdüyünə görə dedi ki, bayramdan sonra gəlib götürərsiniz. Və bu da həmən günü, yəni bayramdan sonra getdim, götürdüm. Və bu isə başqa bir günün çəkilişidir. Deməli qızlar, burada karqom gəlmişdi. Getmişdim ki, karqomu götürüm. Karqomu götürdükdən sonra yenə də Ayxana getmişdim. Oradan getdim, biraz yenə də şirniyyat falan aldım. Həmən gün, yəni bayaq gördüyünüz çəkilişdən bəlkə də nə bilim 3-4 gün sonra, bəlkə də bir həftə sonra çəkilən bir videodur bu. Burada da yenə də biraz şirniyyatlar aldım. Usta işləyən günlər idi. Alırdım şirniyyat falan ki, yəni çayın yanında şirniyyatımız da olsun. Və belə qutablıq bir dənə də yenə də xəmirdən almışam və biraz konfetlər falan. Əsas kargo üçün getmişdim. Elə oradan da getmişkən biraz üçün də bir şey aldım. Və mətbəx üçün də yenə bir-iki əşya almışam. İndi onu da göstərəcəm. Bunları da yenə də Ayxandan almışam. Deməli qızlar, setkalı belə süzgəcli qabımın bu ölçüdə yox idi. Hamısı balaca idi. Bir dənə belə bundan götürdüm. Altlı üstü. İkisi bir yerdə. Neysə qiyməti unutmuşam. Burada göstərirəm qiymətini. İndi fikir verirəm ki, qızlar, videonun yeri səhv düşüb. Bu
bayaq ki alışverişdən öncə olmuş bir olan alışverişdir. Yerləri səhv düşüb. Öncə bunu etmişdim. Daha sonra bundan qabaq çəkdiyim videoydu. Neyse montajda yerini dəyişmədim. Yəni bildinizdə bu ondan öncə çəkilən videodur. Çünki orada bayram şamını gördüm. Yadıma düşdü ki bu bayramdan qabaq almışdım şam. Və ondan bildim ki bu daha sonra öncə çəkilən videodur. Və belə bir qaşıq qabı aldım. Qaşıq qabım var idi əslində, amma balaca ölçüdədir. Bir dənə də beləsini aldım ki, böyük ölçüdə sirtmənin, yəni içini tam tutsun deyə. Yenə də amma balaca oldu. Yeni mətbəx meblinin içində olan sirtməsi biraz böyük idi. Və məndə bilirsiniz də sarı çaydanım var idi. Ona uyğun, rənginə uyğun bir dənə də belə sarı dəm çaynik aldım. Bunu qiyməti isə deyəsən səhv eləmirəmsə 11 manat idi. Rəngi də ki sevdiyim rəng. Deməli qızlar, bax bunu deyirəm. Bunun içinə setka, bildinizdə hansı dəmir setka almışam, amma setka oturur, amma qapağı bağlanmadığına görə bayaq gördüyünüz filtrlər ki var idi, onu bunlara görə aldım ki içinə çay yığıb elə dəmləyib, yəni heç yəni onda setkaya da ehtiyac olmur da. Və bir dənə də belə bir Ayxanda çoxdan daraq görmüşdüm, çox bəyənmişdim. Belə gümüşü rəngi də var idi bunun, qızıl rəngi də, hətta qarası da səhv eləmirəmsə var idi, amma niyəsə qızıl rəngi, dediyim kimi nəsə qızıl rəng məni daha cəlb edir son vaxtlar. Qızıl rəngini götürdüm. Təbii ki bunu da sandığa qoymaq üçün almışam. Belə mələk qanadları formasındadır. Görünüşü çox gözəldir. Belə aldım, bir dənə atdım sandığa. Bunun da qiyməti səhv eləmirəmsə 3 manat 50 qəpik idi deyəsən. Deyəsən qutunun üstündə indi göstərəcəm qiymətini. Daha sonra getdim ki gümüşü rəngini, burada da qiymətini göstərirəm. Daha sonra getdim ki gümüşü rəngini də götürüm, artıq bitmişdi. Və bu dəfə də aldıqlarım bu qədər idi. Kargomu isə başqa bir videoda göstərəcəm qızlar. İstəmədim belə video çox uzun olsun, ona görə onu başqa videoda görəcəksiniz. Və burada da artıq Novruz bayramı idi, yoxsa bilmirəm, çərşənbə, son çərşənbə idi deyəsən. Qaynanam gilə yığışmışdıq hamımız, burada qeyd elədik. Evdə bayram keçirtmədik, çünki evdə aləm dəymişdi bir-birinə təmirə görə. Yəni evdə qeyd edə bilmədik. Ona görə də yığışmışdıq qaynanam gilə. Belə ailecek hamımız, baldızım gil ailəsi ilə biz, qaynanam gil hamımız bir aradaydıq. Çox maraqlı bir gün keçdi və gözəl bir gün, yadda qalan gün keçirdik. Burada da qaynanam gilin balkonundan, eyvanından belə gözəl bir mənzərə gördüm. Dedim bunu da bir lentə alım. Çox gözəl gün batımı idi. Çəkilişini etdim. Artıq burada hazırlaşırdıq. Axşam düşürdü. Yəni bundan sonra çayımızı da içdik. Daha sonra yollandıq evimizə. Bu yeri gəlmişkən qızlar, desən qeyd eləmişdim keçən vloglarda, qaynanam gil yeni ev alıb. Həmən evdir. Onu da inşallah qismət olarsa bir vlogların birində ev turu edərəm sizin üçün. Qismət olarsa çəkərəm və dönüşdə qaydanda girdik Salitona. Soyuducu almaq istəyirdik evimizə və gəldik yol üstü, elə yolumuzun üstündə idi. Düşdük soyuduculara baxdıq. Belə qismətdən də kampaniyaya düşdük. Yəni bayrama görə kampaniyalar var idi. Nə bəzi əşyaların üstündə məsələn faiz qoyurlar. Məsələn aldığımız məsələn soyuducu aldıqsa onun üstündə 8% hədiyyə verirdilər.
soyuducunun qiymətinə uyğun nədirsə qiyməti 8%-nin məbləğində hədiyyə götürmək mümkün idi və soyuducunu seçdik, aldıq. Təbii ki, çatdırılması daha sonra oldu və üstündə də hədiyyə olaraq çox baxdım ki, nə götürüm. Çünki demək olar ki, maşallah olsun, hər şey var evdə. Məişət əşyalarından. Ona görə də seçim etmək biraz çətin oldu mənə. Və birdən gözüm sataşdı kofe maşınlarına, kofe dəmləyən maşınlara. Onu fikirləşdim elə, onsuz da çoxdan almaq istirdim və qızlar seçdiyimiz soyuducu bu oldu. Rənginə görə həm rəngi xoşuma gəldi, həm necə özü, yəni həm də ki büdcəmizə uyğun, yəni bunu ala bildik. Belə çox ürəyimcə oldu. Deyəsi ki, öz soyuducuma nə olmuşdu? Yəni mən soyuducum təzə görsənsə də çoxdanın neçə müddət işlədirdim artıq. Yəni zəifləmişdi, buzluğu qar bağlayırdı. Yəni yaxşı işləmirdi belə bir sözlə. Onu da təbii ki ona görə aldıq bu soyuducunu və onu da qoyduq aşağıda yoldaşımın iş otağına, orada istifadə edəcəyik. Yəni ehtiyac olarsa orada aparıb yığacağam. Və hədiyyəmizi də götürüb çıxdıq. Dediyim kimi hədiyyə olaraq da kofe dəmləyən maşını götürdük. Onu da inşallah başqa bir vloqlarda göstərəcəm necə bir şeydir. Və bu da qızlar başqa bir gündən çəkilən videodur. Burada da yenə də gəlmişik Eurahome-a. Oğlumun, yəni yataq otağı üçün o köhnə mətbəxi demişdim sizə, yataq etmişik. Həmən o oğlum üçün yataq otağı etmişik. Həmən o otaq üçün aboy və laminat seçməyə gəlmişik. Və burada da seçim qarşısında qalmışdım ki, necə bir aboy seçim ki, oğlumun ürəyici olsun və sadə bir şey istirdim. Və istədiyimi də tapdım. Oğlum da çox bəyəndi. Gətirib evə gələndən sonra gördü, ürəyici oldu. Dedi elə belə bir şey istirdim ki, çox şit, abartılı, yorucu bir şey olmasın. Və elə ona uyğun da laminat seçdik. Və daha sonra buradan çıxandan sonra biraz hamam aksesuarları və sanuzil aksesuarları falan aldıq. Oradan da yollandıq evə. Burada da yolda biraz çəkiliş etmişdim. Dediyim kimi bu vlog çox qarışıqdır. Biraz oradan, biraz buradan. Yəni ona görə də şərh eləyirəm ki, sizə qarışıq gəlməsin. Yəni bunları da göstərmək, az-az çəkməyimin səbəbi də ona görədir ki, yəni görəsiz ki, doğrudan da başım nə dərəcədə qarışıq olub. Yəni evdə usta işləyir, ora qaç, onu al, bunu al. Hələ çox bir şeyi çəkməmişəm. Burada da artıq həmən gündür. Gəlmişik evə. Artıq başlayıb ustamız aboy, yəni divarlar artıq işlənilib. Burada bu divarda yadınıza gəlirsə mətbəx olanda hətta mebellərinizi görürsüz qalıb, kafirlər falan söküləndən sonra yeri yenidən işləndi, nəmiş baklovka falan işləri görüldü və indi də artıq aboy vurmağa başlayırıq və oğluma öncədən onlayn şəkildə belə meblində sifariş etmişdik otağı üçün. Ağ rəngdə sadə bir mebel sifariş etdik. Bu da hələlik yığmışıq qonaq otağına ki, otaq hazır olanda ora yığacağıq. Buradan da kuxnamın görünüşüdür. Yəni köhnə kuxnadan təzə kuxnanı çəkirəm burada. Belə burada yoldaşım da hələ həmən gündür. Burada da yoldaşım moydadırı quraşdırır. Bizdə o hamamda yadınızdadırsa adi moyka idi. Tülpan deyilən bir moykalar var, ondan idi və onu çıxartdıq, belə moydadır qoyduq. Ki, yəni çoxdan arzulayırdım, istəyirdim belə bir şey olsun. Çünki altına yuyucu vasitələri falan yığmaqdan ötürü və ustamız da artıq burada
işini yarı edib, mən də gəldim burada. Ustamız da öz qohumumuzdur, tanışımızdır. Və belə yaxından çəkirəm həm aboy seçimini görməkdən ötürü. Belə sadə boz rəngdə bir aboy seçmişik. Yoldaşım da burada artıq moydadırı quraşdırıb, indi də belə fen, qurutma fenini də quraşdırdı. Və quraşdırdıqdan sonra yoldaşım yoxlayır işləməyini, istiliyini yoxlayır öz üzərində. Fen olsa da evdə, yəni əl fenləri, belə istədim hamamda da olsun ki, uşaqlar başlarını yuduqdan sonra rahatlıqla elə hamamda qurutsunlar başlarını. Və videom burada artıq sona yaxınlaşır. Qızlar, sağollaşmaq vaxtıdır. Və sağollaşmadan öncə onu deyim ki, çünki çox soruşursunuz ki, mətbəx turu nə vaxt gələcək. Və inşallah növbəti videolar, vloglar, inşallah mətbəx turu, yəni ümumiyyətlə yeniliklərlə bağlı olacaq. İzləməkdə qalın ki, qaçırmayasınız. Bugünlük isə sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın.